Zubir. Varkoni səhv yol vermək olmaz və belə bir vəziyyətdə müdafiədə ani bir diqqətsizlik. Qarışıqlıq və yekunda Dinamo Kiyev elə ilk hücumda epizodda qayda pozulmuşdu. Abdullah Zubir burada topu itirdi və Varkoni qayda pozuntusunda burada bənzər sanki heç nə yoxdur. Varkoni burada Kohalskiyə çox uğursuz bir şəkildə başı ilə ötürmə edir. Zubir burada topu itirir. Silva'ya qarşı bəlkə bax bu epizod. Matvey Panomarenko. Mateo Silva'nın üzünə əzər. Hakim oyunu devam edir. Top Dinamo Kiyev'də idi amma sonra qərarı dəyişə bilər. Qərar deyəsən dəyişəcək. Makrekis. Sarı yox. Birbaşa qırmızı vərəqə. Bakıdakı oyunu da buraxır Makrekis.